Salam əziz şagirdlər, bugün OTK və müstəqil qiymətləndirmə mərkəzinin keçirdiyi 9-10-cu sinif şagirdləri üçün olan sınağın sualların izahına baxırıq. Birinci sualda deyir, hansı sırada bitkilərin kəsə yarpaqlarının sayı erkəkcilərin sayından 2 dəfə azdır. Burada deməli şagirdim C variantı götürüb, yonca, qaysə, mərci, yer fındığı. Bəli, elə doğru cavab budur. Çünki kəsə yarpaqlarının sayı 5, erkəkcilərin sayı 10-dur. Ona görə də 2 dəfə azdır. İfrazat prosesi həzm sistemi ilə əlaqəli olmayan canlılar hansıdır? Burada deməli ifrazat orqanları və həzm sistemi orqanları ayrı olan orqanizmlər götürməliyik. Burada da görürük ki, elə D variantı doğru cavabdır. Çünki çay xərçəngində də, ev itində də hər birində ayrıdır. Parabüzəndir, onlar da bir yerdədir. Kolorado böcəyi də böcək olduğuna görə. Göl qurbağası, kərtənkələ, bunlarda kloaka var. Həm həzm, həm ifrazat proseslərinə kömək edir. Yenə Y variantında da var. Ona görə D uyğun cavabdır. Üçüncü sualda cədvələ əsasən X, Y-i müəyyən edin. Əsas sahibi itdə, aralıq sahibi insan, yəni yırtıcılar. Bu echnikok ola bilər. Y-in əsas sahibi insandır, aralıq sahibi öküzdür. Bu da öküz soliteri ola bilər. Dördüncü sualda hansı fizioloji prosesi adi növə aid etmək mümkün deyil? Son parçalanma məhsulları bədəndən xaric edilməsi, bu var. Qıcığa cavab vermə qabiliyyəti, bu da var. Həzm olunmayan qida qalxlarının bədənin istənilən hissəsindən atılması, bu da var. Suda həll olmuş oksigenlə tənəffüs etmə, bu da var. Amma cinsi hüceyrə rəqami əmələ gətirmə xüsusiyyəti bunlarda yoxdur. Baxırıq 5-ci suala. Hansı heyvanda qəlsəmə qapaqlarını hərəkət etdirən əzələlər ola bilməz? Akula götürüb doğru cavabdır. Çünki qırdaqlı balıqlarda qapaqlar olmur. Əgər ilk dəfə süd vəzləri sürünənlərdə yaransaydı, o zaman onlarda göstərilənlərdən də çoxalma prosesini həyata keçirir. Xeyr, refleks yaranmasında bilavasitə iştirak edir, yox. Həzm prosesini həyata keçirir, bu da deyil. Elə doğru cavab A variantıdır. Göl qurbağasının ön ətrafın çiyin qurşağı sümüklərinin sayı ev itinin ön ətraf çiyin qurşağı sümüyündən neçə ədəd çoxdur? Deməli, burada çiyin qurşağı sümükləri dediyinə görə göl qurbağasının 7 sümük, çünki 2 qarğa, 2 kürək, 2 körpücük, bir də döş sümüyü aiddir çiyin qurşağına. Ev itində 2 kürək sümüyü olur, amma burada sümüyündən dediyinə görə çox güman ki 7-dən 1 çıxacaq, cavab 6 olmalıdır. İndi görək cavablardan nə verəcəklər. Gəldik 10-cu sualda 2 sormac qaraciyər sorucusunda var, 3 dodaq anal dəlik askaritdə var, 4 sormac, 3 bədən hissəsi, başçıq, boyuncuq, buğumlar. Bədən 3 hissədən ibarətdir, öküz soliteri götürə bilərik. Uyğunsuzluğu müəyyən edin. Deməli, bir anadontada ayaq hərəkət orqanlarını verir. Bir ayağı var, xaçlı örümcəkdə 8-dir, may böcəyində 10 hərəkət orqanı, 4 qanad, 6 ayaq. Göyərçində 2 qanad, 2 arxa pəncəlləsi doğrudur, amma ev milçəyində hərəkət orqanlarının sayı, yəni burada həm biz qanadları götürməliyik, həm ayaqları, ayaqların sayı 6-dır, qanadların sayı 2-dir, 8 olmalıydı. Ona görə də cavab elə A variantı olmuş olacaq. 12-ci sualda deyir, verilmiş cədvələ əsasən hansı variantda verilən fikir doğru deyil? Deməli, heyvanın növü, ürəkdə 3 növ qanı var, arteriyalarda qan növü 3-dür, venalarda qan növü 3-dür. Aşağıdakı variantlara əsasən baxaq. Deməli, Y deyir, balıq ola bilməz. Ürəkdə qan növü 1-dir. Balıqlarda bəli, 1 növdür, çirkli qandır. Arteriyalarda qan növü 2 növdür. Bəli, həm təmiz, həm çirkli ola bilər, həm qəlsəməyə gedən və qəlsəmədən çıxan. Venalarda qan növü 1 olur, bəli, çirkli olur. Bu ola bilər əslində, amma burada ola bilməz verib, doğru deyil dediyinə görə elə doğru cavab bu olmuş olacaq. 13-cü sualda deyir, növün adı göyərçin, ətraflardakı barmaqların və caynaqların sayı, ürək kameralarının sayı 12. Ürək kameralarının sayı normalda göyərçinlərdə 4 kameralıdır. 12 kamera verdiyinə görə 12-ni 4-ə bölürük. Deməli, 3 ədəd, yəni 3 göyərçin var və 3 göyərçində ətraflardakı barmaqların sayı, barmaq götürüb 14, bəli, arxada 8, öndə 6, 14-dür. Caynaq sayı 8-dir, bəli, arxa ətraflardadır. Toplam 22, 3-ə də vuranda olur 66. Bizdən də nəyi soruşurdu? X-i müəyyən edirik. Barmaqların və caynaqların sayını bir dəqiqə, hamısında da ümumi doğrudur 66.
Sonra 14-cü sualda parazit qurtlar normal həyat dövriyyəsində əsas sahibin bədənini tərk edir. Əsas sahib dediyinə görə əsas sahibdə həmişə yetkin fərd olur və yetkin fərd mütləq yumurta qoymalıdır. Ona görə də yumurta mərhələsi. Hansı yalnız ətcə balalı quşdur? Göyərçinlər götürüb doğrudur. Qazlar, ququş, ördək, toyuqlar. Xeyr. Heyvanın adı tipin bütün nümayəndələri üçün xüsusiyyətlər. Çayxanı balığı xordallara aiddir. Xordallarda çoxhüceyrəlilik var. 3 kameralı ürək var bəzi nümayəndələrində, amma bütün nümayəndələr üçün aid deyil. 2 qan dövranı var. Hamısında yox, çünki balıqlarda yoxdur. Deməli, bir qan dövranı, bu da deyil. Borlu sinir sistemi, bu doğrudur. Fərdin inkişafında xordan olması, bəli, doğru götürüb. Sap qurdların hansı xüsusiyyəti onları yastı qurdlardan fərqləndirir? İlk dəfə ayrı cinslilik yaranıb və ilk bədən boşluğunun olması, doğru fikirdir. Burada həlqə vəzələ verib olmaz. Ayrı cinslik sormacı yoxdur. Hermafroditlik yoxdur, ayrı cinsiyyətlilik var. Ona görə də elə doğru cavab B variantıdır. 18-ci sualda Xanı balığının onurğa skeletində maksimal sayda fəqərəyə rast gəlinir. Maksimal 38-42, yəni olduğuna görə say 42-dir. Bu fəqərələrin 14-ü quyruqdur. 42-dən 14 çıxırıq, qalır 28. Xanı balığında olan qabırğa sayı 28-i 2-yə vurub 56-dır. Xanı balığında olan qabırğaların sayı göl qurbağasının çiyin qurşağındakı cüt sümüklərin sayından nə qədər çoxdur? Bəli, 42, 56, orada 50. Doğru. 56-dan çıxırıq 6-nı. Yəni 42 ümumi fəqərə sayı idi. 14 quyruq fəqərələri idi. Bunu çıxdıq, yerdə qaldı 28 gövdə fəqərələrinin sayı. Gövdə fəqərələrinin sayını 2-yə vuraraq qabırğaların sayını tapırıq. Yəni toplamda qabırğaların sayı oldu 56. İndi göl qurbağasının çiyin qurşağındakı cüt sümüklər dediyinə görə 6 sümükdür. Niyə? Çünki 2 kürək, 2 qarğa, 2 körpücük, 1 ədəd də döş sümüyü. 1 ədəd döş sümüyü tək olduğuna görə onu saymırıq. 56-dan 6 çıxırıq, cavab eləyir 50. Sonra 19-cu sualda əlverişsiz şəraitdə şirin su hidrasının bədənində neçə növ hüceyrəyə rast gəlinir? Əlverişsiz şərait dediyinə görə 8 növ olacaq. Niyə? Çünki endodermada 2 növdür həzm hüceyrələri. Xarici qatda da normalda, yəni əlverişli şəraitdirsə olacaq dalayıcı, aralıq, dəri. Bir də deməli, hansı oldu? Sinir normalda 4-dür, amma qeyri-əlverişli, yəni əlverişsiz şəraitdə isə payızda cinsiyyət hüceyrələri yaranır, yumurta hüceyrə və spermatozoid. Ona görə də toplam 8 götürə bilərik. May böcəyinin ayaqlarındakı buğumların cəm sayı onun alt dodağında olan qolcuq sayından neçə dəfə çoxdur? Deməli, biz demişdik ki, may böcəyinin ayaqlarındakı ümumiyyətlə 6 ayağı var. Hər ayaqlarda buğumları çanaq, burma, bud, baldır. Deməli, çanaq, burma, bud, baldır, pəncə 5 hissədən ibarətdir. 6-nı 5-ə vururuq 30. Alt dodağındakı qolcuqların sayından neçə dəfə çoxdur? Deməli, 2 dənə qolcuq olsa, bölürük 15 olur. Yəni 15 ola bilər. Yəni 4 olmur. 4 ədəd idi. Neysə, qarışdırdım, amma 2 olmalıdır. Şəkildə göstərilən heyvanları birləşdirən ən kiçik sistematik vahid, deməli, növ, cins, sinif, dəstə, tip, aləmdir. Bunlar biri daraqlı, yəni quyruqlulara aiddir. Bu da quyruqsuzlar dəstələrinə, amma bunlar ümumilikdə sinifdə birləşirlər. Yəni, birləşdirən bunların ən kiçik sistematik kateqoriyası sinif olmuş olacaq. 15 dərəcə temperaturda aşağıda göstərilən hansı heyvanın bədən temperaturu 15 dərəcədən çox ola bilməz? Kenguru istiqanlıdır, göyərçin istiqanlıdır, yexidna istiqanlıdır, it də istiqanlıdır. Amma koramal soyuqqanlı olduğuna görə havanın temperaturu necədirsə, onun bədənində də həmin temperatur olacaq. Ona görə də cavab olur D variantı. Toxumlu bitkiləri müəyyən edin. Sərv ağacı, bəli, çılpaq toxumlara aiddir. Fucus, xeyir, yosunlara aiddir. Porfira yosundur, dəniz kələmi yosundur. Ginkgo çılpaq toxumludur, tuya da çılpaq toxumludur. Ona görə cavab olur 1, 5, 6. Baxırıq 24-cü suala. Aşağıda göstərilən heyvanlarda olan sormacıların cəm sayı qaraciyər sorcusu verib 2-dir. Burada sap qurdların heç birində yoxdur. 2 ədəd zəli verib, 2 sormac bir zəlidə, 2 sormac bir zəlidə. Bu soxulcandır, burada olmaz. Ona görə də toplam 6 ədəd olmuş olacaq. Xəccəklər fəsləsinə aid olan yabanı bitkiləri göstərin. Deməli, gül kələm mədənidir.
Vəzərək yabanıdır, quduz otu yabanıdır, quş əppəyi yabanıdır. 2, 3, 5 doğru cavabdır. Brusel kələmi mədənidir. Çovdar çiçəklərində 60 ağızcıqlı dişicik varsa, bu bitkidə neçə bitişik çiçək strukturuna rast gəlinər? Çovdar, burada düsturu səhv yazıb. 2 çiçək pərdəsi, 2 çiçək pulcuğu, 3 erkəkcik və 1 dişicik. Deməli, çovdar çiçəklərində 60 ağızcıqlı dişicik varsa, 60 ağızcıq dediyinə görə, deməli, biz bilirik ki, ümumiyyətlə, taxıllar fəsiləsində erkəkciklərin sayı 3-dür və hər birində də 2 ağızcığı olur. Normalda, yəni, bir çiçəkdə 3 erkəkcikdə, yəni 2 ağızcıq olur. 60 ağız olduğuna görə 2-yə bölürük. Tapırıq, deməli, 30 ədəd çiçək var imiş burada. Və bu bitkidə neçə bitişik çiçək strukturuna rast gəlinər deyir. Bitişik çiçək bunlardan deməli 2 çiçək pərdəsidir. Erkəkcikləri sərbəst olmalıdır. Deməli, neçə çiçək 30-dur, 2-yə vursaq 60-70 olar. Gəldik 27-ci suala. Uyğunluğu müəyyən edin. Deməli, həşəratlar 2 cüt bığcığın olması, 2 cüt bığcıq biz götürə bilərik xərçəng kimilərdə uzun və qısa bığcıqlar. Ona görə də A olacaq burada. Səhv yazıb bunu. Bığcıqların olmaması bu hörümçəklərdədir. Tənəffüs orqanı qəlsəmələrin olması bu xərçəng kimilərdədir. C-ni qeyd. Baxırıq situasiyaya. Deməli, deyir müəllim Lotrix yosununun dağılımını tədqiq edən zaman səbşəkilli olduğunu bir cərgə düzülmüş çoxlu hüceyrədən ibarət olan və aşağıda yerləşən hüceyrəsi vasitəsilə substrata birləşdiyini gördü. Deməli, şəklə baxaq diqqətlə. Mən bunu çox yaxınlaşdırdım, baxdım. Sayıram, deməli, 1, 2, 3, 4, 5, 6. Burada da görünür yaşıllıq. Bilmirəm, indi onu 7 götürəcəklər, yoxsa 6 götürəcəklər. Substrata yapışan hüceyrə bilirik ki, 1 olur, şəffaf olur. Orada nə nüvə olur, nə xromatofor olur. 5 ədəd rəngsiz hüceyrə varsa, deməli 5 ədəd də elə yosun olmuş olar. O zaman A-da 5 olacaq. B-də təsvir edilən şəkildə nüvə və xromatoforların cəmi. Əgər 7 hüceyrə götürsək, 7 xromatofor, 7 nüvə olacaq. Toplamda 14 olmuş olar. B. D-də deyir 8 ədəd qamet iştirak edən zaman əmələ gələn ziqot sayı. Əgər ki 8 ədəd qamet iştirak edirsə, deməli bu yosunun özündən iştirak edir və 8 ədəd də başqa yosundan gəlmiş olacaq. O zaman toplamda, yəni 8 birləşəcək, 8 ziqot əmələ gələr. Baxaq indi C-yə. Deyir 20 ədəd spor əmələ gətirərsə, bu prosesdə iştirak edən qametlərdəki qamçı sayı. Biz bilirik ki, bir ziqotdan 4 qamçı spor əmələ gəlir. Əgər 20 ədəd spor əmələ gətiribsə, deməli 5 dənə burada ziqot olmuş olub. Və bu 5 ziqotun əmələ gəlməsi üçün 10 dənə qamet iştirak edib. Yəni 5-i birindən, 5-i birindən. Toplamda qamet 10-dur və bu prosesdə iştirak edən qametlərdəki qamçı sayı. Onu da 2-yə vursaq, onlar 20. Yəni C 20 olmuş olar. Verilən şəklə əsasən B və D cəmini hesablayın. 14-ün üzərinə 8 gəlirik, 22. Əgər yenə dediyim kimi, mən orada 7 hüceyrə görürəm, 6 hüceyrə görmüş olsaq, rəqəmlər təbii ki, dəyişəcək. İndi baxarıq cavablarda nə verəcəklər. C bölməsində çoxalmada iştirak edən qamçı sayı ilə şəkildə təsvir edilmiş hüceyrə sayı hansı nisbətdədir? Deməli, çoxalmada iştirak edən qamçı sayı, qametlərdəki qamçı sayı vermişdi bayaq. Ümumi 10 tapdıq, yəni 20 qamçı tapdıq. Qamçının sayının, deməli, şəkildə təsvir edilmiş hüceyrə sayı ümumi 7-dirsə, bir də 8 olmuş olacaq. Yəni toplamda ümumi 8 hüceyrə sayı. Bunu da ixtisar etsək, 5-in 2-yə olmuş olar. Sonra baxaq 30-cu suala. Verilən şəklə və şərtə əsasən A bölməsindəki Lotrix yosununda neçə ədəd nüvə olduğunu hesablayın. 5 dənə yosun var idi. Hər birinin əgər 7 hüceyrəsində nüvəsi varsa, A bölməsində deyir bizə. 5 ədəd rəngsiz hüceyrə olduğuna görə 5 var idi. 5-i 7-yə vuranda 35 olsa, bəli, doğru cavab.